Salam, hər vaxtınız xeyir kanal izləyiciləri. Bugün 9-cu sinif buraxılış imtahanlarına düşən imtahan suallarının cavablarını sizinlə paylaşıram. Birinci sualımızda deyir ki, düzbucaqlının enini 40%, uzunluğunu 40%, enini 20% azaltdıqda sahə necə dəyişər? Uzunluğumuz olsun, ilk uzunluq B-dir. B-ni 40% azaldığında olur 0,6 B. Uzunluğumuz A-dır. A-nın 20% azaltdıqda isə olur 0,8 B. İlk sahəmiz olur S bərabər A vurulsun B. Yeni yaranmış sahə olur 0,6 0,6 B vurulsun 0,8 A'ya. Burada ne yaranır ki 0,48 A vurulsun B. Uşaqlar, ilkin sahəmiz 100%'dir. Yeni sahəmiz 48%'dir. Yəni sahə necə dəyişir? Yəni 100-dən 48 çıxanda alırıq ki 52% azalar. Düzgün cavab A variantı. İkinci suala deyir, kubun tilini 2 dəfə azaltdıqda həcmi necə dəyişir? Kubun həcmi üstü V bərabərdir A kubu. Tili 2 dəfə azaldıram. Yəni V bərabərdir A bölünsün 2'nin kubu. Yəni yeni yaranmış. Buraya yeni yazım kub. Bu da olur A kubu bölünsün 8. Yeni yaranmış. Yəni həcm isə baxın ilkin A kubu idi. Yeni yaranmış həcm isə A kubu böl 8. Yəni 8 dəfə azalar. Düzgün cavab A variantı. Deyir uşaqlar, AOB açıq bucaqdır. DOC 25. Buraya 25 dərəcədir. 25 dərəcə. Bizdən AOD-ni. Uşaqlar, AOD-ni tapmaq üçün, çünki artıq burada perpendikulyardır axı. 90 çıxılsın 25 dərəcə. Bərabər 65 dərəcə. Düzgün cavab C variantı. Uşaqlar, şəklin üzərində işlənib deyənə, yəni yüklənmiş PDF-dir. Öz uşaqlarımın ikinci, üçüncü zon olduğuna görə tam mənə PDF-ləri gəlməyib. Yəni birinci zon olan uşağım yox olmadığına görə və mən də yüklədiyim PDF-dən üzərində işləyirəm. Bu biraz da mənim üçün çətinlik yaradır. Burada uşaqlar M kvadratının M-ni qruplaşdıraq. Mənfi 5-dən 5-mi qruplaşdıraq. Yazıram M kvadratı çıxılsın M-in, üstə gəlsin 5M, çıxılsın 5-ni bir qruplaşdırdım. Bölünsün. Məxrəcimiz düsturdur. Yəni 5 çıxılsın M, 5 üstə gəlsin M. Şöyle birinci mötərizədən M-i çıxarsam alınır. M-i çıxarsam M çıxılsın N. İkinci mötərizədən 5-i çıxarsam müsbət 5. Burada M çıxılsın M qalır. Bölünsün. 5 çıxılsın M. 5 M üstə gəl 5. Sürətdən ortaq vuruqlarımız M çıx 5'də, M çıx N'ləri çıxaraq. Buradan M çıxılsın N. M üstə gəl 5. Məxrəcdə olur 5 çıxılsın M. M üstə gəl 5. M üstə gəl 5'dən xısar getdi, qaldı cavabımız. M çıxılsın N, bölünsün 5 çıxılsın M-ə. M çıxılsın N, bölünsün 5 çıxılsın M də B variantında verilib. Digər sualımız adi bir tənlikdir. Buradan yazırıq. X çıxılsın 2 bərabərdir 2'yə. X də bərabər 4'ə. Düzgün cavab 4. Sadə bir sistem tənlik olar. Bax, tərəf-tərəfə toplayaq. Bu zaman y-lər gedir, islah olur. Yəni alınır 3x bərabərdir 6'ya, x də bərabərdir 2'yə. Düzgün cavab B variantı. Deyir, hansı nöqtə y bərabər mənfi 2x üstə gəlsin 6 funksiyasının qrafik üzərindədir? Uşaqlar, yəni x-in yerinə verdiyimiz ədəd y-də əgər ödənirsə, həmin nöqtədə, məsələn, biz 6, 0 götürək. Çünki x-in yerinə 6 verəndə cavabımız 0, y-in cavabı 0 eləməyəcək. Baxın, uşaqlar, x-in yerinə mənfi 5 verəndə, mənfi 5 verəm, olur, mənfi 2 vurulsun mənfi 5, üzərinə 6 gələndə. Mənfi 2-ni mənfi 5'ə vuranda 10, 10 üstə gəlsin 6 edir 16. Yəni x-in mənfi 5 qiymətində y-in 16 qiyməti ödəndi. Bu da düzgün variant D variantında verilib. Uşaqlar, 64-cü sualda isə 18-dən 36-ya əkob istəyir, 10-dan 11-ə əbab istəyir. Uşaqlar, 18-dən 36-ya əkob tapmaq üçün qısa rahat yolu budur. Hər ikisini eyni sayda yazıb ortaq bölənlərin. Baxın, hər ikisi 2'yə bölünür. Alınır burada 9, 18. Hər ikisi 3'ə bölünür. 3, 6. Bax, yenə də hər ikisi 3'ə bölünür. 1, 2. Uşaqlar, əkob tapmaq üçün baxın sağ küncdə olanların hasilini yerdə qalan bax 2
sonuna qalan ikisinin hansına vurmaq lazımdır. Bu da eləyir. 2 vurulsun, 2 vurulsun, 3 vurulsun, 3 vurulsun 2. Çünki 1 ilə 2-nin hasılı ilə 2 verir mənə. Bu da eləyir 36. Demək ki, əkyob 18 ilə 36-nın əkyob 36-dır. Üstə gəlsin 10 ilə 1 qarşılıqlı ədədlər olduğuna görə, yəni artı ədədlər olduğuna görə bunlar bu 1-ə bərabər. Yəni 36 üstə gəl 1 edir 37. Düzgün cavab 37 E variantı. Sonra 65-ci sual. Adi tənasüllü uşaqlar, yəni buradan yaza bilərəm ki, 15 ilə 5 xısar gedir, burada qalır 3. 3 ilə də 21 gedir, qalır 7. Yəni x bərabərdir 7-yə. Düzgün cavab C variantı. Deyir ki, ilk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olma ehtimalı. Bizim əlverişli mümkün hallarımız 10-dur. Baxın, mümkün hallar 10-dur. Bəs əlverişli hallar hansılardır? Sadə ədədlər 2-dir, 3-dür, 5-dir, 7-dir. 2, 3, sadə olması 2, 3, 5, 7. Yazıram. 10-da, yəni yazıram mümkün hallar və əlverişli hallar. Mümkün hallar yazılır məxrəcdə, əlverişli hallar yazılır sürətdə. Yazıram, mümkün hallarımız 10-dur, əlverişli hallarımız isə 4-dür. Yəni 10-da 4. Bu da ixtisara gəlsə qalır 5-də 2. 5-də 2 də Y variantı. 67-ci sualda deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə ABO, uşaqlar, bunu biraz böldüm, üzərində görmüş deyə bilərəm. ABO 22 dərəcə, bura 22 dərəcədir. ACO 28 dərəcə, bura 28 dərəcədir. Uşaqlar, biz də bilirik ki, bax, BA, bura daxil çəkilmiş bucaqdır. Bu hissə isə mərkəzi bucaqdır. Mərkəzi bucaqla daxil çəkilmiş bucaqdan 2 dəfə böyükdür. Yəni, bura alfa orandır, bura 2 alfadır. Biz də bu deltoiddən bilirik ki, yəni bunun adı deltoid. Bu fiqurun adı, baxın. Bax, bu fiqurun adı deltoiddir. Sadəcə çökük deltoiddir. Biz də bilirik ki, burada xarici bucaq, yəni 2 alfa, daxildəkilərin cəminə bərabər. Yəni, alfa üstə gəlsin 22, üstə gəlsin 28 dərəcəyə. Alfanı keçirəm, sonra olur 2 alfa çıxılsın alfa bərabərdir 50 dərəcəyə. Buranın alfa da bərabərdir 50 dərəcə. Bizə nə istəyir uşaqlar? BAC, yəni alfanı 50 dərəcə. Düzgün cavab A variantı. Bir tərəfi 12 olan kvadratın perimetri düzdür. Sadə sualda P bərabər 4A. Yəni 4 vurulsun 12 bərabərdir 48-ə. Düzgün cavab D variantı. -69-cu sualda deyir ki, 56 vurulsun mənfi 15. Uşaqlar, bunun formül hesabı saxlayaq belə. 56 mənfi qarşıya vurulsun 15. Bölünsün 14 vurulsun uşaqlar. 20 çıxsın, bir dənə buranın hesabı 20 çıxılsın 50. Bu da deyir mənfi 30. Mənfi 30, mənfi qarşı 30'u saxlayaq burada. Yaxşı. Mənfi ilə mənfi gedir ixtisarı. 14 ilə 56. Burada deyir 4, burada deyir 1. 15 ilə 30 gedir. 1, 2, 2 ilə 4 gedəndə qalır 2. Düzgün cavab 2, Y variantı. 70-ci uşaqlar, bu sual köhnə illərdə buraxılışa düşən suallardan biridir. Baxın, burada ortaq vuruq nədir? X üstə gəl Y. X üstə gəl Y çıxaram ötəcə xaricinə. X üstə gəlsin Y, çıxaranda qalır yerdə. C çıxılsın D. Düzgün cavab X üstə gəl Y, C çıxdı A variantında verilib. Uşaqlar, bu sualda deyir ki, kəsişmənin sonra fərqi tapın. Mən ilk öncə A ilə B-nin kəsişməsini tapıram. A ilə B-nin kəsişməsində olan elementlər hansılardır? Baxın, 1-dir, 2-dir, 1-də 1, 2, 5-dir. Baxın, 1, 2, 5, 1, 2, 5 yazıram. 1, 2, 5. Və deyir, bu 2 ilə 5-i deyir, C ilə kəsişdirin. Yəni, 1, 2, 5 A ilə B-nin kəsişməsində olan elementlər C-də olmasın. Baxaq, C-dəki elementlərdən nə var? Bir dənə 1 var. O zaman 1-i çıxarsaq, yəni fərqini çıxarsaq, qalır yerdə 2, 5. Düzgün cavab B variantı. Uşaqlar, bu da təkrar suallardan biridir. Baxın, burada yazıram 10A, A ilə B nasıl için? 10A üstə gəlsin B. Üstə gəlsin B, A-nı açıram. 10B üstə gəlsin A. Bərabərdir. 88.
A minus B. Buradan 10A 10'a edir 11A. Üstə gəl B 11. 11B bərabərdir 88 A minus B'yə. 11'i 11 metrdə xərcə çıxarında alınır. A üstə gəlsin B bərabərdir 88 A minus B'yə. Uşaqlar 11 ilə 88 gedir ixtisara. Burada qalır 1, burada qalır 8. Alınır. A üstə gəlsin B bərabər 8A minus 8B. Baxın 8'i vurub açıramıram ötərəzəni. A'ları bir tərəfə yığaq, B'ləri bir tərəfə. Bu zaman alınır. 9B bərabər 7A'ya. Bu zaman buradan alınır. A bərabərdir 9'a, B bərabərdir 7'yə. Məndən A-la B-ni istir. A, B-ni. Yəni 97. Düzgün cavab 97. 97. 70-ci sualda nə deyir bizə? Deyir, qarşı tərəflərindən biri koordinat başlanğıcında, digəri isə 8 - 8 ötəsindədir. Olan kvadratın sahəsini istəyir bizə. Bax, uşaqlar. Quraşdırın. Deyir, 8 - 8. Baxın, düşür bura. 8 buradadır, -8 burada. Baxın, bu oldu B. Bunun qarşısı, bax, bura D-dir. Bu da 0-dadır. Bax, bunun koordinatları 0, 0-dır. Bunun da 8 - 8'dir. Bizə nə isə? Uşaqlar, baxın, çünki bax 8 8-dir. Bax bura qədər olan məsafədə 8-dir. Və buradan aşağı olan məsafə də 8-dir. Yəni bu tərəfin uzunluğu 8-dir. D-dən tutaq ki, bura olsun A, bura olsun C. D-dən A-ya qədər olan məsafə də 8-dir. Kvadratın sahəsi nəyə bərabərdir? 64-ə. S bərabərdir 8-in kvadratı. Bu da edir 64. Düzgün cavab 64. 74-cü sual. İfadəsinin hesabını. Uşaqlar, 2 vurulsun. Gətirəm ortaq məxrəci. 2-də 2 tam %85'in kvadratı. Üstə gəlsin 7 tam %15'in kvadratı. Üstə gəlsin 2 vurulsun. Çünki ortaq məxrəci gətirəm. 2 vurulsun. 2 tam %85 vurulsun 7 tam %15. Uşaqlar, baxın, bu düsturdur. Yoxsa vurma düsturu. Baxın, bax, bu düstur. A kvadrat üstə gəlsin B kvadratı. Baxın, qoyuram yenə. A kvadrat, üstə gəl B kvadrat, üstə gəl 2AB. Yəni nə? 2 vurulsun. 2 tam %85 üstə gəlsin 7 tam %15'in kvadratı bölünsün 2. Buradan 2'lər getdi ixtisara. 2 tam %85'in üstünə 7 tam %15 gəndə alınır cavab 10. Bir də 10'un kvadratı. Bax, mötərizənin için cavabı edir 10. 10'un kvadratı edir 100. Düzgün cavab 100. Uşaqlar, 75-ci sualımızda deyir ki, x vurulsun y, x vurulsun y 6-dır, y vurulsun z də 18'ə bərabərdir. Uşaqlar, fikir versək, burada y həm 6'ya bölünən ədəddir, həm 18'ə bölünən ədəddir. Və bizdən ən kiçik qiymət istədiyinə görə mən y-in ən böyük qiymətini götürəcəm. Buradan y bərabərdir 6 götürəndə x-imiz 1 alınır, z-imiz isə 3 alınır. Çünki məndən ən kiçik istədiyinə görə mən y-in ən böyükünü götürməliyim. Bu cəmi də bizə verir 10. Düzgün cavab 10. Ən kiçik qiyməti 10'a bərabərdir. Bərabər tərəfli. L, M, N. Üçbucağının sahəsi bərabər tərəfli üçbucağın sahəsindən 16 dəfə böyükdür. Bərabər tərəfli üçbucağın sahəsindən 16 dəfə böyükdür. Bu da olsun A, B, C. Yəni S, L, M, N-i S, A, B, C-yə bölsəm, bu 9 16'ya bərabərdir. Uşaqlar, buradan oxşarıqdır. Mənə verib K kvadrat. Bax, buradan S1'in S2'yə nisbəti oxşarıqdır. K kvadratına bərabərdir. Aha, buradan K nəyə bərabər? K 4'dür. Yəni, oxşarıq əmsalım mənim 4'dür. Nə deyir? Əgər deyir ABC-nin sahəsi, bu perimetri bunun 9 olarsa, bizim L-M üçbucağının tərəfini istəyir. Yaxşı. Bunun perimetri 9-a, bunun perimetrini tapaq. Yazırıq burada. P1'in, yəni PL, MN'in
perimetr ABC'ye nisbəti bərabər 4-ə. Bu zaman alınır ki, bunun yerinə 9 qoyanda P, L, M, N bölünsün 9 bərabər 4-ə. Tapdım ki, perimetr L, M, N üçbucağının perimetri 36'ya bərabərdir. Baxın, bu üçbucağın perimetri 36'ya bərabərdirsə, onun tərəf nəyə bərabərdir? Yazıram, 3A bərabərdir 36'ya, A da bərabərdir 12. Düzgün cavab 12'dir. Düzgün cavab 12. 77. sual. X, Y bölünsün. X'imi verib, Y'imi verib. Burada birinci X vur Y hesablayaq. X'in yerinə 5 çıxılsın 2 kökdə 26. Y'in yerinə 5 üstə gəlsin 2 kökdə 6 qoysaq hesablayaq. Bu da A minus B, A plus B'nin üstüdür. Yəni A kvadrat çıxılsın B kvadratı. A'nın yerində durur 5. Yəni 5'in kvadratı çıxılsın 2 kökdə 6'nın kvadratı. Yəni 25 çıxılsın 24. Bərabərdir 1'ə. Tapdım ki, x, y hasili 1'dir. İndi x üstə gəl, y cəmini tapaq. 5 çıxılsın 2 kökdə 6, üstə gəlsin 5 üstə gəlsin 2 kökdə 6. 2 kökdə 6'lar getdi. Onun x üstə gəl, y cəmi də 10'a bərabərdir. Baxın, gətir, x vur y hasili 1'dir, cəmi 10. Gətirib yerinə qoyanda 1 bölünsün 10, o deyir 0,1. Düzgün cavab 0,1. Gəldik açıq suallara. Deyir, 2 yeşikdə birlikdə 50 kilogram qənd var. Birinci yeşiyimiz olsun X, ikinci yeşiyimiz olsun Y. Bunlarda cəmində 50 kilogram qənd var. Deyir, hər gün birinci yeşikdən 3 kilogram, ikinciden 2 kilogram qənd götürüldü. Və 6 gündən sonra bunlar bərabər oldu. Uşaqlar, 6 gün ərzində mən birinci yeşikdən götürürəm 18 kilogram, ikinciden götürürəm 12 kilogram. Yəni, X çıxılsın 18, bərabər Y çıxılsın 12'ye. Deyirək, 6 gündən sonra götürülən qəndlərin miqdarları bərabər olur. Bu sistem tənliyi həll edir. Buradan alınır. X üstə gəlsin Y bərabərdir 50'yə. Uşaqlar, Y-i keçirəm sola, -18'i keçirəm sağa. Yəni, X çıxılsın Y də bərabərdir 6'ya. Bu sistem tənliyi həll edir. Burada alınır ki, 2X bərabərdir 56'ya, X də bərabərdir 28'ə. Yəni, birinci yeşikdəki qəndin kiloqramı 28'dir. Birinci. İkinci yeşikdəki qəndin kiloqramı isə bərabərdir 22'yə. İndi bizə nə istəyir? Əvvəlcə birinci, ikinci kiloqram qənd var idi. Baxın, əvvəlcə birinci yeşikdə 28 kiloqram qənd var idi. 79-cu sualımıza deyik, satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Demək ki, buradan 3 qəpik xeyir əldə edir. 3 qəpik xeyir əldə edir. Satış zamanı 5 şar partlayır. Tutaq ki, bizdə A qədər şar var, A minus 5 qədər partlayır. O bütün şarların alqı-satqısından 6 manat qazanc əldə edir. Bax, bütün şarlar budur. Satılan şarlar budur. Bütün şarlardan 3 qəpik, yəni 3 vurulsun A minus 5 bərabər, nədən böyükdür? 6 manatdan böyükdür 600'dən. Çoxdur deyir. 3'dən 600 gedəndə qalır burada 200, A minus 5 böyükdür 200'dən, A böyükdür 205'dən. Mənə də ən az dediyinə görə A da buradan bərabərdir 206'nı götürürəm. Çünki məndən ən az istəyir. Ən azda 206 şar alınıb, satılmış olacaq. Düzgün cavab 206. Düzəli üçbucağın katetlərindən biri digərinə 2 cm böyük, hipotenuzdan 2 cm kiçikdir. Düzbucaqlı üçbucağımızı quraq. Deyir ki, katetlərindən biri digərinə 2 cm böyükdür. Biri x olanda digəri x2 olar kadetlərin. Hipotenuzumuz isə 2 cm, hipotenuz 2 cm böyük. Onu hipotenuzu x gəl 2 götürək. Çünki bax bu katetimiz digərindən 2 dəfə böyükdür, amma hipotenuzu 2 dəfə kiçikdir. Bu üçbucaq hipotenuzu tapın. Yəni Fəqora görə yazırıq. X minus 2'nin kvadratı üstə gəlsin x'in kvadratı bərabər x üstə gəlsin 2'nin kvadratına. X kvadratı çıxılsın 4x üstə gəlsin 4 üstə gəlsin x kvadratı bərabər x kvadratı üstə gəlsin 4x üstə gəlsin
4. Şöyle x kvadratları getdi. 4 getdi. Sonra alındı burada. X kvadratı çıxılsın 8x bərabərdir 0-a. X-i çıxarsan x çıxılsın 8 bərabərdir 0. Buradan x-in bir qiyməti 0-dır. Bir qiyməti də 8. Əlbəttə ki, uzunluq 0 ola bilməz. Bizə 8-i götürürük. Yəni x-in qiyməti 8-dir. Və bizə nə isə üçbucaq hipotenuzu. Onda yəni 8 üstə gəlsin 2 bərabərdir 10-a. Bu da belə. Deyir ki, şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarımçevrənin diametridir. BC. BC qövsünün uzunluğu. Baxın, bu qövsünün uzunluğu 4pi idi. AO 6 olarsa, AB və AB AC-yə bərabərdir. AB AC-yə bərabərdir. Yəni bərabər yəni üçbucaqdır. Burada OA uşaqlar bərabər yəni üçbucağın hündürlüyüdür. Çünki mediandır. Mərkəzdən çəkilibsə, yəni bu diametri 2 bərabər hissəyə bölür. Fiqurun sahəsini tapın. Bax, ilk öncə biz tapmalıyıq yarımçevrənin sahəsini. Mən də bilirəm ki, yarımçevrə çevrənin öz sahəsi uzunluğu nəyə bərabər? S bərabər 2 pi-yə. Amma bizə yarımçevrə verdiyinə görə biz bunu götürəcəyik pi-yə kimi. Baxın, 2 pi-yə yox, pi-yə kimi götürürük. Pi-yə bərabərdir 4 pi-yə. Pi-lər getdi, r bərabərdir 4-ə. Çevrənin sahəsini tapanda pi r-in kvadratı üstündən tapırıq. Pi r-in kvadratı. Uşaqlar, bəs bu yarım olduğuna görə 2-yə bölürəm. Bu zaman olur 16 pi bölünsün 2. Alındı 8 pi. Baxın, buranın, bax, qırmızı rənglə götürdüyüm yarım çevrənin sahəsi oldu 8 pi. 8 pi-ni yuxarıda qeyd edirəm. İndi gəlib tapaq üçbucağın sahəsini. Uşaqlar, bir yaxud tapdıq ki, r 4-dür. Onda bu zaman bu üçbucağın sahəsi, bax, çəkirəm bunu. Bu üçbucağın sahəsi oldu 8, oturacağı oldu 8. Mənə hündürlük də verir ki, hündürlük 6-dır. Onda S bərabərdir. 8 vurulsun, 6 bölünsün 2-yə. Bax, bu üçbucağın sahəsi üstür. 8 vur 6 böl 2. Buradan da alınır ki, 8, 2 gedin 4, 24-ə. 24. Tapdım ki, bu üçbucağın sahəsi 24-ə bərabər. 24 yuxarıda qeyd edək. 24. Və bizdən ümumi indi fiqurun sahəsini istəyir. Bu zaman yazıram. 8 pi üstə gəlsin 24. Buradan 8-i çıxarsa uşaqlar alınır. Pi üstə gəlsin 3. Düzgün cavab 8 pi üstə gəlir 24 və ya 8-i çıxarsa pi üstə gəlsin 3.